Dünən günorta saatlarından başlayaraq yağan qar Muxtar Respublikanı ağ-örpəyə bürüyüb. Bugün səhər saatlarından başlayaraq isə aidiyyatı qurumlar tərəfindən yaranan çətinlikləri aradan qaldırmaq üçün təmizlik işlərinə başlanılıb. Naxçıvan şəhəri İcra Hakimiyyəti və aid tabeli təşkilatlar tərəfindən avtomobil yollarında, şəhər daxili küçə və prospektlərdə qarın təmizlənməsi, buzlaşmanın qarşısının alınması məqsədi ilə texnika və canlı qüvvə səfərbər olunub. Səhər tezdən saat 7-dən başlayaraq şəhərin park və xiyabanlarında, yaşıllıq sahələrində qarın piyada yollarında qarın təmizlənməsi işləri aparılır və ümumiyyətlə bu işlərin aparılması mütəmadi olaraq davam olunacaq günün axırına qədər. Salih Əliyev, Cavad Hüseynov, NTV Xəbər.